Doktor, qurd xəstəliyinin müalicəsi təqribi nə qədər müddətə sonlanmalıdır? Bizim ölkədə bəzən qurd xəstəliyinin müalicəsini çox abartırlar. Bəzən aylarla kurs uşağa müalicə dərmanları təyin edirlər. Bir ay boyunca uşağa dərman təyin edən, məsəl üçün reseptlər biz görürük. Hansı ki, bitki tərkibli siroplar uşaqlara aylarla verilir. Bu tamamilə yanlışdır və effekti olmayan dərmanlardır bunlar. Əslində isə qurdun müalicəsi 3 günə başa gəlir. 3 gün ərzində, bəzən isə 2 həftə sonra təkrarlamaqla 1 və ya 3 gün, bu asılıdır hansı parazitdir, asılıdır məsəl üçün qurdun paralel olaraq digər ibtidailərə uşaq yoluxubmu, 3 maksimum 7 günlə qurddan tamamilə azad olmaq mümkündür. Bu müalicə kursunu şişirtmək, abartmaq, bəzən qurd dərmanının yanında uşağa müxtəlif imalələr təyin etmək, hidrokolonoterapiya deyib uşağın bağırsaqlarını yumaq və ya məsələn mənşəyi məlum olmayan bəzi klinikalarda hazırlanan xüsusi dərmanlar, adı bilinməyən, tərkibi bilinməyən uşaqlara istifadə etmək, imalələr etmək, qurd dərmanının yanında uşağa qaraciyər qoruyucu vermək, qarnı açan preparatlar vermək. Bunlar gərəksiz şeylərdir. Yəni pediatriyada bu kimi müalicə metodlarına ehtiyac yoxdur.